Salam hörmətli izləyicilər, videoya xoş gəldiniz. Bu videoda bugün birinci qruplar üçün düşən 58-ci sualın izahına baxacağıq. Gördüyünüz kimi sual əvvəlki illərdə istifadə olunmuş sual tipidir. Kifayət qədər bu sualdan mən də öz videolarımda izah eləmişəm bu sual tipindən. Deməli, termistoru müəyyən temperatura qədər qızdırdıqda, əgər biz termistoru qızdırırıqsa, termistor yarım keçiricidir, qızdıranda müqaviməti azalır. Müqavimət azaldığı üçün I bərabər U bölünsün, R-ümumi yazıram. Müqavimət azalır, sabit gərginlik mənbəyidir. Ona görə də ampermetrin göstərişini eləyəcək, artacaq. Bu belə getdi. Dəfələrlə sizə vurğulamışdım ki, açıq sual tipində V1 ilə V2-ni qeyd edəndə diqqətli olun. V1 bərabərdir, olacaq deməli IR. R dəyişməyib, I artdığına görə V1 artacaq. V2-dən deyə bilməyəcəksiniz. Çünki həm cəryan şiddəti, həm də yəni hər ikisi dəyişdiyinə görə V2-dən deyə bilməyəcəksiniz. V2-ni necə deyəcəyik? V1 üstəgəl V2 bərabər V, o da bərabər konstant olduğunu qeyd edəcəyik. V1 artdığına görə V1 azalacaq. Əgər siz desəz ki, V2 bərabərdir, deməli I vurulsun R termistor, termistorun müqaviməti azaldığına görə V2 azalır desəz, bu artıq yanlış olar. Çünki ampermetrin göstərişi də dəyişir. Axı burada qeyd edirsən ki, ampermetrin göstərişi artar.